Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda çox dadlı, yumuşaq, şokoladlı pirojnaların hazırlanmasını, eyni zamanda qaynatmadan şokoladlı yağın hazırlanmasını sizinlə paylaşıram. Əvvəlcə pirojnaları hazırlayıram. Bunun üçün qaba 1 stəkan ilıq süd tökürəm. 2 dolu xörək qaşığı şəkər tozu, 1 dolu təpələmə çay qaşığı quru maya əlavə eləyirəm. Bunları əvvəlcə biraz qarışdırıram. 3-4 dəqiqə qoyuram, qalır, maya aktivləşir. Aktivləşmiş mayalı qarışımın üzərinə 1 ədəd sındırdığım yumurtanı əlavə eləyirəm. 1 paket şəkərli vanil, 1 çay qaşığı tam dolu olmayan silmə qaşıq duz əlavə eləyirəm. Bunları da əvvəlcə biraz qarışdırıram. Xəmir üçün qaba un tökürəm, un ələnmiş undur. Unu apardığı qədər istifadə eləyəcəm. Əvvəlcə bunları biraz qaşıqla qarışdırıram. Unun ölçüsü markasına görə dəyişə bilər, az ya da çox ola bilər. Artıq çətin olduqda yenə un əlavə eləyirəm. Əlimlə qarışdırıb xəmir yoğururam. Ələ yapışmayan bir xəmir olmalıdır. Xəmir üçün 3 stəkan un istifadə elədim. Stəkan ölçüsü 200 ml-dir. Belə ələ yapışmayan bir xəmir yoğurdum. Sonda xəmirin üzərinə otaq temperaturunda yumşalmış bir xörək qaşığı kərə yağın əlavə eləyib, onu da xəmirə qatıb, yaxşı-yaxşı yoğururam. Yağı xəmirə yeridəndən sonra xəmiri masanın üstünə yerləşdirib, 1-2-3 dəqiqədə masanın üstündə yaxşı-yaxşı yoğururam. Yoğurduğum xəmiri yenə qaba yerləşdirirəm, üstün siriclə örtüb, 1 saat, 2 dəfə həcmi artana qədər yaxşı mayalandırıram. Bu arada şokolad pastasını hazırlayıram. Bunun üçün blenderin qabına 80 ml bişib soyutduğum südü əlavə eləyirəm. Üzərinə 1 paket şəkərli vanil, 3 xörək qaşığı şəkər pudrası əlavə eləyirəm. 100 ml bitki yağı. Bunları blenderlə 2-3 dəqiqə yaxşı-yaxşı qarışdırıram. Ərzaqlar qarışıb qatılaşandan sonra üst qaba 1 dolu təpələmə xörək qaşığı quru süd əlavə eləyirəm. 1 xörək qaşığı kakao. Bunları da blenderlə 2-3 dəqiqə yaxşı-yaxşı qarışdırıram. Tam qarışıb şokolad halına gələnə qədər yaxşı-yaxşı qarışdırıram. Belə gözəl, qatı bir şokolad yağı alındı. Hazırladığım şokolad pastasını başqa bir qaba boşaldıram. Soyuducuya yerləşdirirəm. Qaldıqca daha da qatılaşır. Gördüyünüz kimi şokolad yağını 5-6 dəqiqəyə qaynatmadan hazırladım. Çox dadlı olur. Çörəyə çəkib yemək olar. Tortların, pirojnaların hazırlanmasında istifadə eləmək olar. Qaldıqca daha da qatılaşır. Xəmirim artıq yaxşı mayalanıb, həcmi 2 dəfə artıb, spatula ilə havasını çıxardıram, xəmiri bir yerə yığıb kündə halına gətirirəm. Xəmiri un səpdiyim masanın üstünə yerləşdirirəm, üstünə də biraz un səpirəm, əvvəlcə oxlovla üstündən biraz bastırıb genişləndirirəm, sonra yayıb yayma açıram. Xəmir çox yaxşı xəmirdir, çox rahatlıqla da yayıb böyütmək olur. Xəmiri 4 gün şəklində 1 sm qalınlığında yayıb böyütdüm. Doğrayıram xəmiri. Əvvəlcə xəmiri eninə doğrayıram, 6 hissəyə bölürəm. Kəsdiyim xəmir parçalarını da 2 bərabər hissəyə bölürəm. Belə xəmir parçaları alınır. Kəsdiyim xəmir parçalarını bir-birindən biraz aralı məsafədə yerləşdirib, üstün bir dəsmalla örtüb, 15 dəqiqədə yerində mayalandırıram. Doğradığım xəmir parçalarını yağda qızardıram. Bunun üçün tavaya bitki yağı töymüşəm. Yağ qızmar olandan sonra qazın orta xodunda mayalanmış xəmir parçalarından tavaya düzürəm tutduğu qədər. Bir üzü qızarır, çevirirəm, o biri üzü də yaxşı pişir, qızarır.
Hər iki tərəfini, yanlarını yaxşı-yaxşı yağda qızardıb, yağda bişirib qızardıram. Qızartdığım pirojnaları tavadan çıxardıb, yağın çəkməsi üçün mətbəx salfetinin üstünə çıxardıram. Hamısını eyni qaydada hər iki yüzünü, yanlarını bişirib, qızardıb, tavadan çıxardıram, qoyuram, qalır, tam soyuyur. Soyumuş pirojnaları belə bir çöplə içinə batırıb, içini oyub açıram içində. Hazırladığım şokoladlı yağı gördüyünüz kimi sıxma torbasına yığmışam. Oyuq açdığım hissədən şokoladlı yağdan pirojnanın içinə sıxıram. Tam dolana qədər. Belə bir pirojna hazırlayıram. Hamısını eyni qaydada videoda göstərdiyim kimi içini çöplə oyuram. Çox yaxşı pişir. Pirojnaların içi gördüyünüz kimi içi ovulur. Sonra içinə şokoladlı yağdan sıxma torbasından sıxıram. Hamısını bu şəkildə hazırlayıb taxtanın üstünə düzürəm. Üzərinə şəkər kirşanı səpirəm hamısının. Eyni pirojnanın reseptini, eyni zamanda şokolad yağının reseptini videomun açıqlama bölümündə qeyd etmişəm. Sonda daha gözəl görünməsi üçün şokolad yağından pirojnaların üstünə gəzdirirəm hamısının. Belə gözəl pirojnalar hazırlayıram. Pirojnalarım artıq hazırdır. Bu şəkildə hazırlayandan sonra bir yarım saat gözlədirəm. Artıq sonra çay süfrəsinə vermək olar. Siz də hazırlayın. Hazırlayan hər kəsə öncədən nuş olsun deyirəm. Videomu izlədiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm. Videomuzu bəyənməyi, dostlarınızla paylaşmağı, əgər videoda ilk dəfə görüşürüksə, yeni videolardan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı unutmayın.